Salam əleyki. Bu oğlum Mir İsmail, Mirvali oğlu. 5 ildən çoxdur, 6-cı ildir Türkiyənin Ankara şəhərində Hacettepe xəstəxanasında müalicə alır. Hal-hazırda mart ayıdır, 2024-cü il. Yəni müalicəsinə 150 min dollardan çox pul gedib. Yəni bunu mənim xalqım, millətim, gözəl analar, gözəl bacılar edib. Mən buradan üzümü tuturam cənab prezidentə və Mehriban xanıma və Leyla xanıma. Xanım deyərək müraciət edirəm. Prezident cənab deyərək müraciət edirəm. Mən artıq gücüm tükənib. Kömək edən insanlar da yorulub. Dövlət bu uşaqlara baxmalıdır. Baxmalıdır. Niyə görə baxmalıdır? Bu uşaqlar gələcəyimizin parlaq ulduzu olmalıdır. Bu uşaqlar bəlkə general olacaq, bəlkə şəhid olacaq, bəlkə nə bilim polis olacaq. Niyə baxmırlar? Xahiş edirəm dövlət qurumlarından. Bir dəfə dövlətə qarşı nəsə bir təhqiredici söz paylaşsaydım mən öz Facebook səhifəmdə, məni neynənsə, narkotiklə, silahla qoyacaqlar həbsə. Və mən dövləti tərifləyirəm, dövləti hər yerdə deyirəm gözəl prezidentdir. Mənə bir dəfə yardım eləməsələr də, yəni mən dövlətimdən razıyam. Bu dövlət baxsın da bu uşağı artıq alsın öz himayəndəsinə, dövlət bu uşağın müalicəsini götürsün boynuna, xahiş edirəm buradan. Bütün dövlət qurumlarına nə oldu bunu prezident aparatını neçə ildir, 6 ildir paylaşıram uşağı. Prezident aparatından görmədilər, nazirlikdən görmədilər. Bu uşağın deyəsiniz Azərbaycanda niyə müalicə etdirmirsiniz? Azərbaycanda, mən demirəm səhiyyə belədir, səhiyyədir. Azərbaycanda Proton deyilən müalicə var. Dünyanın 5 ölkəsindədir. Biri də Rusiyada idi. Mən Piterə getmişdim, bu uşağı aparmışdım. 120 min dollardı müalicənin qiyməti. Pisdən yaxşıdan, yəni şükür Allaha ki, bu vaxta qədər gətirib millətin sayəsində çatdırmışam. Mən buradan üzümü tuturam xalqıma, millətimə. Əgər bizə dövlət baxmasa, yəni bu uşağı qoymayın tək qala. Bu uşaq sağlamlığı üçün yəni kömək eləmişsiniz, axıra qədər bilirəm, dalında durasınız uşağın inşallah. Yəni bu uşağı qaldıran mənim xalqım oldu, mənim millətim oldu. Allah hər birinizdən razı olsun. Bir daha xahiş edirəm. Bax dövlət qurumlarından. Vallahi deyirəm bezmişəm, bax buramdadır. Mənim evimdə 2 dənə onkoloji xəstə var, anam da onkoloji xəstədir. Baxın, mənim artıq gücüm yoxdur, heç yerdə işləmirəm. Kömək eləyən adamlar da 1 müddət edir, 2 müddət edir. Onların da gücləri tükənib. Onlar da naqad eləsin, insan nə qədər kömək eləyər. Bir dövlətimiz var, baxsın da, qardaş, bu niyə görə adamı nervləndirirsiniz? Mən nə varam buradan özümü 7-ci mərtəbədən atım yerə öldürürüm? Yoxsa uşağı götürüm, uşağı atım ki, bəsdir də, bura qədər elədim, eləyənmirəm. Uşağı öldürürüm, neyniyim mən? Kimə deyim dərdimi? Mən dərdimi kimə deyim? Baxın da boğullam, ölürəm, Allaha ölürəm da mən. Baxın, ay prezident, baxın, bax, xahiş edirəm. Mən heç videomda üz-üzə, göz-üzə baxıb danışmamışam. Göz-üzə baxıb deyirəm. Allaha xatir kömək eləyin. Bəs sizdə bu neftin pulu var, qazın pulu var, hara gedir bu pullar? Andol Allaha ki, Türkiyənin Ankara şəhərində ölən uşaqları mən sizə siyasını verim ki, pulsuzluqdan ölüblər. Valideynlərinin güc çatmayın müalicə elətdirməyə sona qədər. Bahalı müalicələr də, onkoloji müalicələr bilirsiniz necə bahalı müalicələrdir. Bəs sizdə ölürəm mən. Mən nə varım, mən gözüm görə mən uşağımı öldürməliyəm, nə varmalıyam? Bunun sosialını kəsdilər, bu uşağın sosialını kəsdilər, pensiya alırdı. 350 manat, 350 manat pulu Allah bəlasını versin. Kəsdilər elədilər 250 manat, 350 manat pulu. Belə haqsızlıq olar. Nə var ya, götürüm uşağı gedim Almaniyaya oturup bəziləri kimi dövlətin əleyhinə danışım. Mənim 2 dənə onkoloji xəstəm var. Mən Almaniyada, bütün dünyada mən hara geçsəm, mən vətəndaşlıq da verəcəklər. Amma mən istəmirəm axı dövlətimin əleyhinə danışam. Mən dövlətimin bayrağını mən sevən adam olmuşam. Mən 44 gün savaşda izləyə bilərsiniz, maraqlana bilərsiniz. Döyüşdə olmuşam mən. Hadrutda olmuşam, su qovuşanda olmuşam. Mən elə bir oğlan olmuşam. Xahiş edirəm məsələni ciddi şəkildə ciddiyə alın. Bəs axırıncı bu mənim çıxışımdır və and ola Allaha, Allah şahid ki, özümü öldürəcəm mən. Sözüm var, nəsə demək istəyirsən? Sağ olun. Of.